Eşitmisinizsə, belə olurmu, belə halına rastlaşmısınız? Hansısa müğənni desin ki, mənim mahnılarımdan kabab iyi gəlir. Kabab yeyib. Hamı özünü tərifləyir, hamı super müğənni olduğunu deyir. Hamı deyir ki, mənə rəqib yoxdur, elə rəqib özümə. Amma doğrudan da Kəmalə Günəşlinin bu etirafı o qədər xoşuma gəldi. Kəmalə Günəşli deyib ki, bilmirəm hansı saytda oxudum, amma belə səmimi etirafı oldu da. Deyir ki, mahnılarımdan kabab iyi gəlir. Özü də kababa, da bozbaş, küftə, üç bacı dolmasının qoxusu yox, salatların falanın, paytaxt salatının qoxusu yox. Məhz deyir, mahnılarımdan kabab iyi gəlir. Deyir düzdür, mahnılarımdan kabab iyi gəlir. Yəni o mənada deyir ki, toy üçün yazdırıram, toy üçün ifa edirəm də. Amma deyir, bu kabab iyi verən mahnılarım var. Mən ifa edəndə qalışdıqlı kişilər də məhz mənim ifa etdiyim mahnılarının belə sədaları altında rəqs edir. Kəmalə xanım, sizi o qədər sevdim bu kabab söhbətinə görə. Ən cəsarətli müğənni sizsiniz. İlin 2025-ci ilin ən cəsarətli müğənnisi sizsiniz. Çünki dediniz ki, mahnılarımdan kabab iyi gəlir.